Burada ancaq təcrübə tələb olunur. Bir inşaat mühəndisi, bir var keyfiyyətə nəzarət mühəndisi. 8 illik təcrübəm var bu sahədə. Əsasən də atalar fikirləşir. Qızlarımı bu ixtisasa qoymayım, çünki öyrənməkdən. Yəni işi bilən adam üçün bu hansı formada istəsə mühəndis kimi işləyə bilər. Bu şirkətdən şirkətə dəyişir, layihədən layihəyə dəyişir. Texniki ofisdə smeta mühəndisi və planlama mühəndisi kimi işləyə bilər. Mən Sağalan Mustafayev 1995-ci ildə Masallı rayonunda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisliyinə daxil olmuşam. 4 il universiteti bitirdikdən sonra 1 il hərbi xidmətə təbii ki yollanmışam. Ondan sonra inşaat mühəndisliyinə davam eləmişəm. 8 illik təcrübəm var bu sahədə. İnşaat mühəndisi əsasən sahədə işləyir, yoxsa ofisdə? Gündəlik iş həyatı necə keçir? Düzü, birinci deyək inşaat mühəndisliyi nədir? Yəni inşaat mühəndisliyi əslində bu ixtisasda puxtalaşan adam inşaat mühəndisliyində inşaat mühəndisi kimi, texniki ofis mühəndisi kimi, texniki ofis mühəndisi özü də qiymətləndirmə sahəsində iş həcmlərinin çıxarılması, bir də planlama sahəsində işləmək olar. Yəni inşaat mühəndisi kimi işlədikdən sonra bunların ikisində də işləmək mümkündür. Bir də inşaat mühəndisliyinin sahə və ofis qismində yenə iki peşəni seçmək olar. Bir inşaat mühəndisi, bir var keyfiyyətə nəzarət mühəndisi. Bu ikisi də yəni sahə biliklərindən gəlir. İnşaat mühəndisi olanda daha çox faydalı olur. Məsəl üçün mən özüm də həm ofisdə, həm də sahədə işləyirəm. O qism kimi ofisdə cizgilərə baxmaq, sənədləri yoxlamaq, işin metodlarını yoxlamaq və sahədəki işi cizgilərə uyğun olaraq işi yoxlamaq. Bu formada həm sahədə, həm ofisdə işlənir. Ana ixtisas mənə görə orada inşaat mühəndisliyi. Yəni ana ixtisas dedikdə ana pozisiya, yəni bu sahədə işləyən adam, tutaq ki, texniki ofisdə də daha perspektivli ola bilər, daha məhsuldar ola bilər. Keyfiyyət mühəndisi kimi də daha məhsuldar ola bilər. Yəni bu başlayır işi öyrənməkdən. Yəni işi bilən adam üçün bu hansı formada istəsə mühəndis kimi işləyə bilər. Buna nümunə kimi deyə bilərik ki, məsəl üçün digər mühəndislər həmişə mənim gördüyüm kimi inşaat mühəndisliyindən məsləhətləşir, nəyi necə eləyək, ya iş necə gedir. Layihə rəhbəri olsun belə, yenə ən çox kontaktda olduğu adam inşaat mühəndisidir. Bizi təcrübəyə daha gec göndərirlər universitet vaxtından. Yəni bu ikinci kursdan olsa daha yaxşı olar. Dediyim kimi bu inşaat mühəndisliyi ixtisasının qolları var. Yəni bu tələbə ona uyğun seçimin qabaqcadan eləyə bilər. Amma təcrübəyə gec gedildiyinə görə o 1-2 il təcrübə yığdıqdan sonra bu seçimi eləyə bilər. İnşaat mühəndisliyi də özü pillələrlə qalxır. Yəni o şirkətdən şirkətə dəyişir, layihədən layihəyə dəyişir. İnşaat mühəndisi var, böyük inşaat mühəndisi var, sonra inşaat şöbəsinin rəhbəri var. Ondan sonra gəlir layihə rəhbəri müavini, layihə rəhbəri. Bu müxtəlif formada dəyişir. Şirkətdən şirkətə və layihədən layihəyə dəyişir. Bir günümü təsvir eləsək, səhər iş başlayandan, tutaq ki, iş başladı. İlk öncə mən elektron poçtumu yoxlayıram. Çünki gündəlik bizdə hər hansı iş görəcəksə podratçı onu göndərir. O işləri yoxlayıram, görüm o işləri görə bilər, görə bilməz, hər hansı bir problem varsa onu podratçıya bildirir. Ondan sonra tutaq ki, layihədə hər hansı bir problemlər olur. Mən onu elektron poçt formasında layihəçiyə göndərirəm, o problemi aradan qaldırsın. Elektron poçtu ona görə yoxlayıram həm də ki, o problemi aradan qaldırıb qaldırmayıb. Qaldırıbsa onu podratçıya ötürürəm. Bundan sonra materialların təsdiqi üçün sənəd göndərirlər, ya iş metodu necə görülür deyə sənəd göndərirlər. Onları yoxlayıb təsdiqlənməsini təsdiqləyirəm. Yəni ləğv olunan sənədləri ləğv edib yenidən göndərilməsini tələb edirəm. Bu ofis hissəsi idi işimin. Növbəti hissəsi işin sahə hissəsidir. Bunun üçün gedib sahədə mənə aid olan işlərin, həm qaba işlərin, həm incə işlərin gedib yoxlayıram. Orada qüsurlar yaranıbsa, yəni uyğunsuzluq sənədi açılır. Kiçik bir səhvlər varsa onu podratçıya zəng vasitəsilə bildirirəm. Formada onlar da bir neçə gün ərzində səhvlərini düzəldirlər. Universiteti bitirən biri özünü necə inkişaf etdirə bilər? Universiteti bitirən biri tutaq ki, indi əsasən 4-cü kursun son semestrində təcrübəyə yollayırlar. Yəni orada əgər qərarın veribsə, inşaatda hansı mühəndis kimi işləyəcəksə, o yola uyğun olaraq gedib bir şirkətdə başlamalıdır. Yəni o maaşa ya da ki, şirkətin perspektivinə fikir verməməlidir ilk öncə. Ondan sonra o yerində daha 1-2 il təcrübə yığandan sonra tam dəqiq qərarın verəcək ki, inşaat mühəndisinin hansı qolu üzrə davam edə bilərəm. Bu əsasən də təcrübədən irəli gəlir. Yəni bizim ixtisas elədik ki, məsuliyyəti çox böyük olduğuna görə təcrübə üstünlüyü verilir yəni burada. Düzünü desək belə bir təsnifat yoxdur, amma standart olaraq deyə bilərəm ki, inşaat mühəndisi, sahə inşaat mühəndisi, keyfiyyətə nəzarət mühəndisi, texniki ofisdə smeta mühəndisi və planlama mühəndisi kimi işləyə bilər. Amma belə götürsək ki, tutaq ki, layihələndirmə şirkətidir. Bəzən tələbələr və bu sahədə təcrübəsi olmayan adamlar qarışdırır. Yəni layihəçi şirkətlə işi görən şirkət, icraçı şirkət fərqlidir, sifarişçi fərqlidir. Yəni tutaq ki, mənə sual verirlər ki, sən bunun layihəsini çəkibsən? Mən deyirəm, yox, mən tikinti şirkətinə nəzarətdə işləyirəm. Bunu layihələndirən şirkət fərqli olur. Layihəçi şirkətdə bir də olur, məsəl üçün, konstruktor. Bu da inşaat mühəndisi olur. İnşaat mühəndisində bir də var hesabat. Konstruksiyanın ülkə hesabatı var. Bu gedir struktur mühəndisi. Bir də tutaq ki, inşaat mühəndisi kimi mən özüm təcrübəmdən də deyə bilərəm ki, çəkiyə nəzarət mühəndisliyi. Bu da gedir neft-qaz sektorunda ağır detalların qaldırılmazdan əvvəl lifting şöbəsinə verilən
ağırlıq mərkəzidir. Bu da inşaat mühəndisidir. Yəni bu bir qoludur. Dediyim kimi bu layihədən layihəyə dəyişir. Bu ixtisası kimlər seçməlidir? Hansı şəxsi keyfiyyətlərə sahib biri bu ixtisası seçə bilər? İnşaat sahəsini seçən adamlar məktəbdə məsəl üçün həndəsəni daha yaxşı oxuyanlar, fəza fiqurlarını daha yaxşı anlayışı olanlar seçməyə məsləhətdir. Çünki elə işlər var ki, onu görməmişdən təsəvvür etmək lazımdır. Bu həm inşaat mühəndisliyinə, həm də memarlığa aid olan məsələdir. Tələbə illərinə qayıtsan öz inkişafınız üçün hansı dəyişiklikləri edərdiniz? İndiki dövrə baxsaq, yəni proqramlaşdırma sahəsi daha inkişaf elədiyinə görə, məsəl üçün fərqi yoxdur, mən inşaat mühəndisi işləyirəm, yoxsa sistem administratoru işləyirəm. Yenə mən proqramlaşdırmanı öyrənərdim. Yəni bunu məktəb illərində eləyərdim. Bu baxımdan bir də dil məsələsinə gəlsək, dil məsələsini mən məktəb vaxtı öyrənirdim, amma düzgün formada öyrənmirdim. Yəni qayda bilsəydim, düzgün formada dili daha tez və daha mükəmməl öyrənərdim. Bu ingilis dilində ola bilər, alman dilində ola bilər. Süni intellektin sizin işinizdəki rolu böyükdür. Belə yox. Bu dediyim kimi bu sahə elə bir sahədir ki, burada ancaq təcrübə tələb olunur. Süni intellekt bu müəyyən dərəcədə çox aşağı faizlə kömək edə bilər. İnşaat mühəndisliyində çalışan qadınların sayı çoxdur. Bəzi valideynlər fikirləşir ki, əsasən də atalar fikirləşir ki, qızlarımı bu ixtisasa qoymayım, çünki bu davamlı olaraq sahədə işləyəcək, usta ilə, fəhlə ilə kontaktda olacaq. O baxımdan istəmirəm. Amma bu heç də elə deyil. Mən də məsləhət görərdim, fərqi yoxdur. Xanım, bəy bu sahədən başlasın işləməyə. Amma sahədə işləyəndən sonra, müəyyən təcrübə yığandan sonra xanım keçib ofisdə də işləyə bilər, texniki ofis mühəndisi kimi də işləyə bilər. O baxımdan yəni fikirləşmək lazım deyil ki, həmişə sahədə işləyəcək. Zərif cinsi nümayəndəsi zədələnə bilər. Yəni onlar daha zərifdir. Bu yəni davamlı olaraq sahədə işləməyəcək. Bir də əksərən tutaq ki, bu əslində sahə memarıdır bu vəzifə, amma inşaat mühəndisləri də sahə memarı kimi işləyə bilər və hətta işləyir də. Yəni bu işin qaba hissəsi bitəndən sonra orada yəni xanımlar sahə memarı kimi də, keyfiyyətə nəzarət memarı kimi də işləyə bilər. Yəni layihəçi inşaat mühəndisi kimi də işləyə bilər. Dizayner layihəçi inşaat mühəndisi, hesabatçı layihəçi inşaat mühəndisi kimi də işləyə bilərlər. O baxımdan bu ixtisasın cinsi yoxdur. Mənim tələbə yoldaşlarımdan xanımlar, yəni hamısı yəni inşaat mühəndisi ixtisasına məşğul olurlar. Demək olar ki, hamısı da texniki ofis mühəndisi olaraq işləyirlər. Neft-qaz sahəsində inşaat mühəndisi olmağın tikinti sahəsində mühəndis olmaqdan nə kimi fərqləri var? Bunu açıq etiraf eləməliyik ki, hər hansı bir Avropa ölkəsinin tikinti təcrübəsi mənə görə bizdən daha üstündür. Bu peşəkarlığa gedir, çıxır. Ona görə də tutaq ki, deyək neft-qaz sektorunda elə sifarişçi olur ki, bu işin planından tutmuş, işdə neçə adamın iştirak edəcəyinə qədər hamısını özü planla yəni göndərir. Bu baxımdan yaxşıdır. Əlavə olaraq da burada yəni maaşın daha yüksək, neft-qaz sektorunda maaşın daha yüksək olması neft-qaz sektorunun mənə görə mülki tikintidən üstünlüyüdür. Neft-qaz sektorunda işlədiyi müddətdə tələsmək işin keyfiyyətinə birbaşa dəlalət elədiyinə görə orada tələsmə faktoru önə çəkilmir. Orada işin keyfiyyəti önə çəkilir. İndi bu baxımdan aradakı fərqlər yəni getdikcə görülür. Mənə görə bizim şirkətlərdə də bu get-gedə özünü biruzə verir. Bayaq qeyd etdiyim kimi, tutaq ki, əvvəllər inşaat mühəndisi həm də smeta mühəndisi işini görürdüsə, artıq bu belə deyil. Ya da planlama işini görürdüsə, artıq belə deyil. Hərə öz işini görür. Bu ixtisası seçmək istəyən abituriyentlərə nə demək istəyərdiniz? Birincisi demək istəyirəm, hər hansı bir insan hansısa ixtisası seçmək istəyirsə, birinci dəqiq əmin olsun ki, bu ixtisası mən sevirəm. Bu ixtisası da sevmək üçün bu və ya digər ixtisasları, bu ixtisaslara yaxından uzaqdan tanış olmaq lazımdır. Tutaq ki, deyək kimisə hər hansı bir qohumu ya qonşusu bu ixtisasda işləyirsə, müəyyən müddət vaxtını ayırıb, xahiş edib həmin adamdan gedib o sahədə müəyyən 2 həftə, 1 ay, 2 ay iştirak eləməlidir. Yəni iştirak edib yerindən qərar vermək olar bu ixtisas seçim. Ondan sonra demək istəyirəm ki, yəni bu inşaat mühəndisi qıraqdan görünmədiyi qədər də ya göründüyü qədər də ağır ixtisasdır. Burada yəni hər bir yanlış səhv qaba işlərdir. İnşaat mühəndisliğində qaba işlər var, incə işlər var. Qaba işlər insan ölümünə və pul itkisinə aparıb çıxara bilər. İncə işlər isə əksərən pul itkisinə gedib çıxarda bilər.